Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vloqlar xoş gördük. Hər birinizi qızlar tezdən oyanmışıq. Saat 7-dir. Unu elədim, gətirdim. İçərisinə mayasını, duzunu, ilıq suyunu əlavə edib xəmiri yoğurdum. Çörək bişirəcəm bu gün. Həm də işləyənlər var, yəni yeni evdə işləyənlər var. Ustalar işləyir, ağartma işləri edirlər. Patolog, divar şpaklovkasını yəni ağardırlar, çəkirlər artıq. Yavaş-yavaş inşallah videonun sonunda qısa da olsa paylaşmışam. Evində içərisini etap-etap etdikcə işlər video içərisinə yığıram. Belə qızlar, günortaya yemək xəmiri yoğurdum, yemək hazırladıq. Sonra qənd bişirdim, qəndimiz də bitmişdi. Qəndi hazırladım, qoyum elə yavaş-yavaş yemək pişə-pişə qənd də bişsin. Burada artıq qızlar xəmiri kündələdim, mayalanmışdı. Kündələdim, biraz qablarım var idi, onları yudum, yəni yemək hazırladıq, qablarım var idi, yudum, evləri təmizlədim. Ən çox evləri axşamçağı silib süpürürəm. Bilirsiniz də, yay gəldi, hər gün silib süpürmək var. Evləri axşamçağı çox vaxt silib tozunu alıram, şkafların üstünə süpürüb silirəm. Səhər-səhər duranda rahat olsun, yəni digər işlərimi görüm, həm də axşama eləcə silib süpürüm. Qablarım var idi, onları səhərin qablarını quruladım, yerləşdirdim. Yenidən qablar çıxmışdı, onları da yudum, biraz da hələ qalmışdı. Qəndi burada artıq bişdi, qəndi götürüşdüm, qalsın soyusun, sonra doğrayıb yığaram. Yeməyi də bişərkən elə çörək də, xəmir də mayalandı, çörəkləri kündələdim. Biraz kündəyə saxladıqdan sonra qəşəngcə yaydım, çörəkləri bişirdim. Artıq demək olar ki, hər gün bişirirəm çörəyi. Həm də yəni işləyənlər olur da, həm də təzə-təzə olsun deyən elə gündəlik demək olar ki, xəmir yoğurub çörəyi də bişirirəm. Belə çörəklərimiz hazır. Ustaların yeməyini də hazırladıq, verdik yesinlər. Özümüz də yeməyimizi yedik, yığışdırdıq, yudum, təmizlədim. Belə qızlar.
Belə artıq qənddə soyudu, doğradım, yerləşdirdim, keçdim. Axşam çağıdır paltarları ütüləməyə. E, Paltarlar da dedikdə yataq dəstələri idi, pastellər, prostinlər. Onları da ütülədim, yumuşdum. Bir gün öncədən hər birisi hamısını yəni dəyişmişdim bütünlüklə. Yumuşdum. Sonra belə gətirdim bu gün axşam çağsa kondisionerə qoşub ütülədim. İsti olur çox. Onun üçün də kondisionersiz mümkün deyil. Belə qızlar, ütülədikdən sonra çıxdıq həyətə. Ustalarımız artıq getmiş oldu. Çıxdıq həyətə, biraz video çəkdim. Amma içəridə ustalar işlədikdə yoldaşım içəridə işləyərkən video çəkiş etmişdi mənim üçün. Mən də videonun içərisinə yerləşdirməm üçün dedim ki, biraz video çək, mən də videonun vlogumun içərisinə yerləşdirim. Belə qızlar. Belə qızlar, bir də gördüm ki, sifarişim hər dəfə ki, sifarişçim zəng etdi ki, mənim üçün bilinçiklər hazırla, axşam götürəcəyik. Mən də gətirdim bilinçiklər, 50 ədəd bilinçik sifarişim var idi. Gətirdim, onu hazırladım. Soyuduqdan sonra yığdım paketlərə belə, gəldilər götürsünlər deyən. Sonra keçdik. Axşam çağı saat 6 falan belə ustalar gedir. Ondan sonra həyətə çıxırıq. Həm də isti olur həyət, elə çıxmaq olmur həyətə gündüzlər. Burada dediyim kimi yoldaşım çəkiliş edib içərisini. Sonda özüm də ustalar getdikdən sonra çəkiliş etmişəm. Yerləşdirmişəm videonun içərisinə. Burada artıq ağardılıb, üzərindən pütürləri təmizlənir. Burada qızlar birinci mətbəxə etdik ki, kafelərini falan vuraq. Mebellərimiz qızlar arxa tərəfə yığmışıq deyəm. Gətirək həm də yavaş-yavaş təmizlik də edim. Yəni mebelləri də təmizləydim. Birdən etmək olmayacaq. Yəni hamısı üst-üstə çətin olar. Həm də gətirəm yavaş-yavaş mebelləri də təmizləyim. Burada divar hissəsi aboy olacaq. Patolog hissəsi ağ emulsiya seçmişik. Ağ emulsiya olacaq. Əvvəlki mətbəximdə balaca pəncərə var idi. Yan tərəfdə ora bağlandı. Əlavə qonaq otağı artıldığı üçün ora bağlandı. Məcburən arxadan belə bir balaca fortikalar, yəni pəncərələr açıldı məcburən ki, içəri işıqlı olsun. Burada yataq otağıdır. Artıq buradan da başlamışlar işləməyə, ağartmağa. Belə inşallah yerinə laminat əvvəlki kimi istipol olduğu üçün bizdə laminat döşənəcək. Ümumiyyətlə aşağılı yuxarılı. Koridor inşallah yəqin ki gələcəkdə kapeli olar. Koridor, hamam, tualet, yəni aşağıda. Belə inşallah təmir bitdikdən sonra ümumən evi yəqin ki ev turu kimi çəkib paylaşım edərəm. Buraya elə yenidən əvvəlki mətbəximdir. Qızlar mətbəxim qaldı. Arxa hissəsində kafelərə falan vurulduqda inşallah onu da təşviş edib paylaşıram. Belə qızlar, videonun sonuna gəldik. Videonu izlədiniz, izləyib bəyəndinizsə bəyəni işarəsi qoyub dəstək olmağı unutmayın. Sizin hər bir dəstəyiniz, bəyəniniz mənim videolarımı öne çıxartmaqda böyük əhəmiyyət daşıyır. Bunun üçün öncədən hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.